Ailədə olan 2 uşaq insanlığın sonunu gətirə bilər. Yeni araşdırmalar göstərir ki, gərəkli doğum nisbəti yer kürəsində insan nəslinin kökünün kəsilməsinin qarşısını alacaq həddə deyil. PLOS ONE jurnalında dərc olunan son məqalədə tədqiqatçılar sağ qalma və çoxalmada təsadüfi dalğalanmalar kimi müəyyən edilən demoqrafik stoxastiklik anlayışını nəzərə alaraq hesablamalar aparıb. Onlar cinsi yolla çoxalan populyasiyanın yoxa çıxmasının qarşısını almaq üçün lazım olan minimum doğum səviyyəsini araşdırıb. Tədqiqatın hesablamaları göstərir ki, insan nəslinin davamı üçün balanslaşdırılmış cins nisbətinin stabilləşməsi və qadınların dünyaya adam başına orta hesabla 2,7 uşaq gətirməsi gərəklidir. Qız uşaqlarının sayı artsa, insan növünün məhv olma riski də azalar deyə alimlər bildirir. Mokasin corabları geyinmək ayaq sağlamlığınız üçün təhlükəlidir. Dəbə çevrilmiş idman ayaqqabılarından görünməyən mokasin adlanan corabların sağlamlığa ciddi zərər vurduğu ortaya çıxıb. Mütəxəssislər xəbərdarlıq edir. Bu tip corablar ayaq quruluşunda deformasiya yaradır. Bu corablar barmaq ucuna və daban hissəsinə geyilir. Bu isə o deməkdir ki, corablar ayaqda durmaq üçün barmaqlar və daban nahiyəsində gərginlik yaradır. Nəticədə isə ayaq barmaqlarında və formasında dəyişiklik, yəni deformasiya olur. Mütəxəssislər corab seçərkən təbii parçalardan hazırlanmış, dabanın üstünü örtən uzunluqda modellərə üstünlük verməyə məsləhət görür. Kişilər niyə daha tez ölür? Aparılan qlobal araşdırmalar göstərib ki, kişilər qadınlara nisbətən daha az yaşayır. Bu fərqin səbəbləri bioloji yaş, davranış və sosial amillərlə əlaqələndirilir. PLOS Medicine jurnalında dərc olunan yeni araşdırma kişi və qadınlar arasında mövcud olan fərqləri müəyyən edib. Alimlərin fikrincə cinsiyyət və gender sağlamlıq nəticələrinə əhəmiyyətli təsir göstərir. Aparılan yeni beynəlxalq tədqiqat 204 ölkənin məlumatlarını təhlil edərək kişilərin qadınlara nisbətən daha yüksək xəstəlik yayılması və ölüm səviyyəsinə malik olduğunu üzə çıxarıb. Kişilər həmçinin tibbi yardım üçün həkimə müraciət etmir və müalicəyə uyğun davranmır. Onların immun sistemi qadınlara nisbətən zəifdir. Bu da kişiləri infeksiyalara və xəstəliklərə daha həssas edir. Bundan əlavə güclü cinsin nümayəndələrinin daha çox zərərli vərdişləri olur. Bu cür davranışlar isə qəza və travma riskini artırır. Alimlərin fikrincə kişilərin daha uzun yaşamağı üçün onlara sağlam həyat tərzini təşviq etmək, riskli davranışları azaltmaq və sağlamlıq xidmətlərinə əl çatanlığı artırmaq vacibdir. Cəmiyyətin kişilərin emosional və psixoloji ehtiyaclarını daha yaxşı başa düşməsi və dəstəkləməsi də çox əhəmiyyətlidir. Görmə qabiliyyətinə əslində zərər verə bilən giləmeyvələrin adı açıqlanıb. Mütəxəssislər supermarketlərdən alınan dondurulmuş giləmeyvələri istehlak etməyi məsləhət görmüş. Bu giləmeyvələrdə olan pestisidlər çox vaxt gözün torluq işasında yığılıb qalır. Aşağı keyfiyyətli dondurulmuş qara gilə xüsusilə təhlükəlidir. Çünki düzgün dondurulmadıqda faydalı antosiyanların 70%-dək hissəsini itirirlər deyə ekspertlər bildirir. Həmçinin giləmeyvəli az yağlı süd məhsulları da tövsiyə edilmir. Yağ olmadıqda A vitamini giləmeyvələrdən udulmur və bu gecə korluğuna səbəb ola bilər deyə qeyd edilir. Yüksək şəkər tərkibli giləmeyvələr qlükozanın kəskin sıçrayışları gözlərin mikrodamarlarını zədələyir. Onları qədərində yemək məsləhət görülür. Həkimlər həmçinin xatırladır ki, sağlam giləmeyvələr belə həddindən artıq qəbul edildikdə torluq işada allergik reaksiyalara səbəb ola bilər. Optimal doza gündə 100-150 qram təşkil edir. Hər hansı bir sağlamlıq problemi yarandıqda isə həkimə müraciət etmək tövsiyə olunur. Biomedicine jurnalında dərc edilən beynəlxalq araşdırmada dünyada ftalatla əlaqəli ürək-damar ölümlərinin ölkələr üzrə statistikası açıqlanıb. DI2 etil heksiftalat polivinil xlorid plastikləri yumşaltmaq üçün geniş istifadə olunan ftalat sinifidir. Bu araşdırmada 2018-ci il Dünya Bankının 55-64 yaş arası əhali haqqında məlumatlarından istifadə edilib. Hər bir ölkə üçün ürək-damar xəstəliklərinin ölüm nisbətləri Health Metrics and Evolution İnstitutunun hesablamaları ilə əldə edilib. Ftalatlara məruz qalma dünyanın müxtəlif bölgələrində geniş şəkildə fərqlənir. Lakin bu plastik qatil demək olar ki, yer kürəsinin bütün bölgələrdə ürək-damar xəstəliklərində ölümlərə səbəb olur. Ümumilikdə ftalata ən yüksək məruz qalmalar Yaxın Şərq, Cənubi Asiya və Afrikada, ən aşağı səviyyə isə Avropada qeydə alınıb.
Keçmiş sevgilini unutmaq 8 il vaxt aparır. Bu barədə Social, Psychological and Personality Science nəşrində dərc edilmiş araşdırmada qeyd olunur. İnsanın keçmiş sevgilisinə bağlılığın keçməsi üçün nə qədər vaxt tələb olunduğunu öyrənmək məqsədi ilə aparılan araşdırmaya 300-dən çox insan cəlb edilib. Tədqiqatın nəticələrinə görə iştirakçıların keçmiş sevgililərinə bağlılığı orta hesabla 4,18 ildən sonra 2 dəfə azalır. Başqa sözlə, keçmiş sevgilini tamamilə unutmaq təxminən 8 il çəkə bilər. Əksər hallarda bu 8 illik müddət əsasən 2 amillə bağlı olur: bağlılıq tərzi və keçmiş sevgili ilə davamlı ünsiyyət. Aparılan araşdırmalar göstərir ki, körpələr yeriməyə başlayanda bu sadəcə olaraq inkişaf deyil, onların DNT-sində olur. Genetik variantlar təkcə motor sinxronluğunu formalaşdırmır, həm də koqnitiv xüsusiyyətlər və beyin strukturu ilə də əlaqələndirilir. Nature Human Behavior jurnalında dərc olunan son araşdırma yeriməyə başlama yaşı ilə bağlı genom boyu assosiasiyası tədqiqatının meta-analizini aparıb. Erkən uşaqlıqda gəzinti beyin və davranış inkişafının etibarlı klinik göstəricisidir. Üstəlik, gəzinti atipik və tipik inkişaf üçün müstəsna, məlumatlandırıcı bir mərhələdir. 18 aya qədər müstəqil gəzə bilməmək əlavə qiymətləndirmə, pediatra müraciət etmək üçün skrininq meyarıdır. Çünki yerimə gecikməsi motora xas və ya ümumiləşdirilmiş problemi göstərə bilər. Tədqiqat göstərib ki, yeriməyə başlama yaşı sonrakı sağlamlıq nəticələri ilə əhəmiyyətli etioloji əlaqələr olan irsi poligenik xüsusiyyətdir. Qazlı su içən kişinin daxili orqanları yanıb. İspaniyada Pablo González adlı 42 yaşlı kişi dostları ilə restoranda nahar edərkən bir qurtum qazlı su içib və nəticədə mədə və qida borusunda ciddi yanıq xəsarətləri alıb. Hadisə zamanı şüşənin möhürlü və normal göründüyünü bildirən González 2 qurtumdan sonra ağzında kəskin yanma hiss etdiyini deyib. Daha sonra suyun rənginin sarımtıl olduğunu görüb və ağzını yaxalamağa çalışsa da vəziyyəti daha da pisləşib. González 3 həftə ərzində nə su içə, nə də qida qəbul edə bilib. Həkimlərin sözlərinə görə o, yalnız uzun müalicədən sonra tədricən qida qəbul etməyə başlayıb. Lakin tam sağalacağı hələ də dəqiq bilinmir. İlkin ehtimala görə suya və ya stəkana təsadüfən təmizləyici vasitə qarışıb. Restoranın sahibi isə bu ehtimalı inkar edir. Faktla bağlı araşdırma davam eləyir. Vərəmlə mübarizədə irəliləyiş. Amerikanın Massachusetts Texnologiya İnstitutunun alimləri Mycobacterium tuberculosis törədici bakteriyasının əsas komponentlərinin etiketlənməsi üçün yeni metod işlədib hazırlamaqla vərəm xəstəliyi ilə mübarizədə irəliləyiş əldə edib. Araşdırma Proceedings of the National Academy of Science elmi jurnalında dərc olunub. Komanda patogenin hüceyrə divarının mühüm komponenti olan menilem qlükanının etiketlənməsi üçün yeni üsul hazırlayıb. Alimlər oksaziridinin üzvü molekulundan istifadə edərək ilk dəfə bu qlükanı seçici şəkildə vizuallaşdıra və immun hüceyrələri yoluxdurarkən onun davranışını izləyə biliblər. Metod infeksiyadan sonra bir neçə gün ərzində bakteriyaları müşahidə etməyə imkan verib. Əvvəlki fərziyyələrin əksinə olaraq qlükanlar bakteriyanın hüceyrə divarlarında qalır. Texnologiya infeksiya mexanizmlərini öyrənmək üçün yeni imkanlar açır. Vərəmin diaqnozu üçün mövcud üsullar, rentgen şüaları və molekulyar testlər bir çox inkişaf etməkdə olan ölkələrdə mövcud deyil. Yeni yanaşma sürətli CD testlərinin xəstəliyin aşkarlanması üçün daha həssas üsulların əsasını təşkil edə və uzun müddətli bakteriya becərməsinə alternativ ola bilər. Sümük iliyi nəqli gözləyənlərin sayı açıqlanıb. Azərbaycanda hazırda 70-dən çox talasemiya xəstəsi sümük iliyin transplantasiyası üçün növbə gözləyir. Bunu Talasemiya Mərkəzinin baş həkimi Səhər İsmailova deyib. Onun sözlərinə görə bu ilin ötən dövründə 12 nəfərə sümük iliyi köçürülməsi əməliyyatı tətbiq olunub. Onlardan 10-u talasemiya xəstəsidir. Həmin pasiyentlərin vəziyyəti qənaətbəxşdir və heç bir ölüm faktı aşkarlanmayıb. Səhər İsmailova bir daha xatırladıb ki, tibb müəssisələri Azərbaycanda yeganə sümük iliyi transplantasiyası tətbiq edən mərkəzdir. Burada təkcə talasemiya xəstələri üçün yox, digər qrupdan olan xəstələrə də iliy əməliyyatı icra olunur. Baş həkim eyni zamanda talasemiya xəstələrinə sümük iliyi köçürülməsi məsələsində ən böyük problemin donorun çətin tapılmasında görüb.
Alimlər görmə qabiliyyətini bərpa edən ilk retina müalicəsini hazırlayıb. Tədqiqatın nəticələri Nature Communication jurnalında dərc olunub. Cənubi Koreyanın Gaest Universitetinin professoru Kim Jin-woo'nun rəhbərlik etdiyi tədqiqat qrupu retina zədələmələrinə qarşı sinir yenilənməsi ilə görməni bərpa edən ilk müalicə üsulunu hazırlayıb. Siçanlar üzərində aparılan təcrübələrdə PROX1 adlı zülalın neytrallaşdırılması ilə retina hüceyrələrinin yenidən formalaşmasına və görmənin 6 aydan çox müddətdə bərpasına nail olub. PROX1 zülalı normalda sinir hüceyrələrində olur və glial hüceyrələrin yenidən neyronlara çevrilməsini əngəlləyir. Komanda PROX1-in neytralizasiyası üçün xüsusi antitel hazırlayıb. İnnovativ müalicənin 2018-ci ilə qədər klinik sınaqlara başlanması planlaşdırılır. Talasimiyalı ana körpəsini ana südü yoxsa süni qida ilə qidalandırmalıdır? Səhiyyə rəsmisi cavablayır. Ana südü körpə üçün əvəzsiz, təbii və faydalı qida mənbəyidir. Talasimiyalı ana əgər ümumi sağlamlıq vəziyyəti icazə verirsə, hər kəs kimi övladını ana südü ilə qidalandıra bilər. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi Instagram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, hematoloq Şəhla Şabanova açıqlayıb. Onun sözlərinə görə bəzi istisna hallar mümkündür. Əgər ana dəmir qovucu preparatlar qəbul edirsə, bu dərmanlar ana südü ilə keçərək körpənin sağlamlıq vəziyyətinə zərər vura bilər. Əgər ananın mövcud vəziyyəti imkan verirsə, bu dərmanları hematoloq icazəsi ilə müvəqqəti kəsilərək ana südü ilə qidalanma təmin edilməlidir. Ananın fərdi vəziyyəti, qidalanması zəifdirsə, süd vermə onu daha da zəiflədə bilər. Bu zaman əlavə qida dəstəyi və ya ananı dəstəkləyici qida və istirahət rejiminə xüsusi diqqət etmək gərəklidir deyə Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, hematoloq Şəhla Şabanova qeyd edib. Qadınlar tox olanda daha romantik olurlar. Appetit jurnalında aparılan yeni araşdırmanın nəticələri sübut edir ki, qadınlar tox olanda daha romantik, qayğıkeş və həyat dolu olur. Araşdırmada funksional MRT texnologiyası ilə qadınların beyin fəaliyyətləri romantik şəkillərə baxarkən həm ac, həm də tox vəziyyətdə izlənilib. Nəticələrə görə tox qadınların beynində romantik siqnallara cavab verən bölgələrdə daha güclü aktivlik müşahidə olunub. Diyeta saxlayan, daim yarı ac qalanlar isə aqressiv və gərgindilər. Buna görə də onların əksəriyyətinin şəxsi həyatında ciddi problemlər olur deyə məqalədə bildirilir. Alimlər qeyd edir ki, romantika üçün bəzən ürəkdən çox dolu mədə də vacib ola bilər. Belə nəticələr gündəlik həyatda münasibətlərin qurulması və emosiya tənzimlənməsi baxımından maraqlı psixoloji və neyrobioloji yanaşmaları gündəmə gətirir. Ayaqqabı bir ölçü böyük alınmalıdır. Ayaqqabı alarkən bir çox insan yalnız görünüşə və ölçü nömrəsinə diqqət edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, ayaqqabının rahat və sağlam olması üçün bəzi vacib şərtlərə əməl etmək mütləqdir. İlk növbədə ayaqqabının içərisindəki altlığın çıxarıla bilməsi çox önəmlidir. Çünki hər istifadə sonrası həmin altlıq qurudulmalıdır ki, ayaqda rütubət və göbələk kimi problemlər yaranmasın. Digər vacib məsələ isə ayaq ölçüsünə uyğun boşluq saxlanmasıdır. Mütəxəssislər bildirir ki, ayağın baş barmağı ilə ayaqqabının ucu arasında ən azı 1 sm boşluq olmalıdır. Bu, gün ərzində ayağın şişməsi və böyüməsi səbəbindən vacibdir. Günün əvvəlində ayaq daha kiçik olur. Lakin axşama yaxın yorğunluq və yerin cazibə qüvvəsi səbəbindən ayaq ölçüsü artır. Ayaqqabı nə dar, nə də həddindən artıq geniş olmamalıdır. Mütəxəssislərin sözlərinə görə bu sadə qaydalar uzun müddətli rahatlıq və ayaq sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Darçın bəzi reseptlə verilən dərmanlarla qarşılıqlı təsirə girə bilər. Yeni bir araşdırma darçının xüsusilə də qasiya darçınının bədəndə dərmanların metabolizmasına təsir edə biləcəyini ortaya qoyub. Tədqiqatda darçının əsas aktiv maddəsi olan sinnamaldehidin yüksək bioloji tərkibə malik olduğu və dərmanların parçalanmasına təsir edən reseptorları aktivləşdirə bildiyi qeyd olunub. Bu, darçınla bəzi dərmanlar arasında qarşılıqlı təsir riskini artırır. Mütəxəssislər xəbərdarlıq edir ki, qan duruldu
soğuducu, şəkər salıcı, onkoloji və qaraciyər tərəfindən işlənən dərmanlar qəbul edən insanlar darçın tərkibli əlavələri istifadə edərkən ehtiyatlı olmalıdır. Amerika Birləşmiş Ştatlarının Səhiyyə Təşkilatları darçınlı xəstəliklərin müalicəsində faydasını təsdiqləyən yetərli sübutun olmadığını da bildirib. Həkimlər darçını pəhriz əlavəsi kimi qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməyi tövsiyə edir.